Bugün təqdim edəcəyimiz cinayət işi təkcə TV11-in təqdimatında baxdığınız proqramlardan deyil, ümumiyyətlə bugünə qədər izlədiyiniz kriminal verilişlərdən bəlkə də daha ağır olacaq. Bunu nəzərə almağınızı tövsiyə edirik. 2021-ci il yanvarın 27-si gecə saat 1 radələrində Bakı şəhərinin 4-cü mikrorayon ərazisində yerləşən zibil qutularında qadın meyidinin hissələri aşkar olunur. Qadının bədəni təxminən 10-a yaxın hissəyə bölünmüş və hətta sonda burnu, qulaqları kəsilmiş və gözləri çıxarılmışdı. Təxminən 30 yaşlarında olan qadını kimsə öldürdükdən sonra təhqir etmişdi. Yəni, bu bir soyğun yaxud da təsadüfən baş vermiş bir cinayət deyildi. Kimsə xüsusi amansızlıqla mərhumdan qisas almış və insanlığa sığmayan şəkildə xüsusi amansızlıqla meyidin üz hissəsində təhqiramiz hərəkətlər etmişdi. Təxirəsalınmaz istintaq əməliyyat tədbirləri başlanır. Təbii ki, ilk olaraq meyidin kimə məxsus olması dəqiqləşdirilir. Hadisədən 3 gün sonra yanvarın 30-u hüquq mühafizə orqanlarının yaydığı məlumatdan bəlli olur ki, amansızlıqla qətlə yetirilən şəxs 1989-cu il təvəllüdlü Banu Məhərrəmovadır. Banu meyidinin zibil qutusuna atıldığı 4-cü mikrorayonda yox, Rəsulzadə qəsəbəsində qətlə yetirilib. Bəs gənc qadını kim, niyə qətlə yetirsin? Həm də qətlə yetiriləndən sonra qadının burnu kəsilsin, gözləri çıxarılsın. Hərçənd ilk şübhəli şəxs olan onun həyat yoldaşı da Kanadadadır. Məsələni dərindən anlamaq üçünsə biz biraz əvvələ qayıtmalıyıq. Banu Məhərrəmova bu hadisədən 6 il əvvəl 2015-ci ildə Fariz Məhərrəmovla ailə qurub. Həmin vaxtdan onlar birlikdə yaşayıblar. 2016-cı ildə ilk övladları dünyaya gəlib. 2017-ci ildə Banu ilə Fariz arasında ailə daxili narazılıqlar yarandığından gəlin Naxçıvana gedib və atasının evində 4-5 ay qaldıqdan sonra geri qayıdıb. 2018-ci ilin payızında ikinci övladları dünyaya gəlib. İddiaya görə bundan sonra Banu aqressivləşib və qaynatası başda olmaqla bütün ailə üzvləri ilə söyüşlə danışmağa başlayıb. Mübahisələr qarşılıqlı xarakter daşıyıb və narazılıq get-gedə böyüyüb. Banunun davranışına görə öz qızları, yəni Banunun baldızı evlərinə qonaq gələ bilməyibmiş. Banunun qaynatası İdris Məhərrəmov ifadəsində göstərir ki, 2020-ci ilin yanvarında oğlu Fariz arvadını yataq otağında başqa kişi ilə telefonda danışarkən tutub. Lakin telefonun kodunu demədiyi üçün onun kiminlə danışdığını öyrənə bilməyib. İdris Məhərrəmov ifadəsində həmçinin göstərir ki, oğlu Kanadaya getdikdən 5 ay sonra arvadı Bülbül Məhərrəmova gəlininin kənar şəxslə telefonda danışmasını müəyyən edib və bu barədə ona, yəni qaynatasına xəbər verib. 2020-ci ilin yayında Banu 4-cü polis şöbəsinə ərizə ilə müraciət edərək baldızı Xəyalənin onu şərləyib pulunu götürməsini bildirib. Lakin araşdırma zamanı bu sübuta yetirilməyib. 2021-ci il yanvarın 17-sində gəlin qaynanası ilə mübahisə edərək ona sən burada yaşamayacaqsan, evi boşalt, səni görəndə əsəbləşirəm deyib. Yəni, hadisədən 10 gün əvvəl. Buna görə səhəri gün yoldaşı, yəni qaynanası, Banunun qaynanası 6-cı mikrorayonda yaşayan qızının evinə gedib. Qaynatası İdris Məhərrəmov bildirir ki, həmin gündən Banunun kənar şəxslərlə görüşməsinin qarşısını almaq məqsədi ilə ona darvazadan bayıra çıxmağa icazə verməyib. Yanvarın 25-i axşam evə gələndə isə həyətlərində Banu ilə tanımadığı bir oğlanın pilləkənin qarşısında söhbət etdiyini gördüyünü iddia edir. Oğlanın kim olduğunu soruşanda isə həmin şəxs özünü itirərək cavab verməyib, Banu tez oğlanın qabağına keçərək onun dayısı oğlu olduğunu deyib. İradını bildirdikdə isə gəlin bunun onun şəxsi həyatı olduğunu söyləyib, bunu qəbul etmirsənsə arvadının yanına gedə bilərsən deyib. Qaynata İdris Məhərrəmov həmin hadisənin səhəri,
Yanvarın 26-sında yuxudan oyanaraq nəvələrin paltarlarını dəyişib, pamperslərini çıxarıb, sonra onlara yemək verib. Daha sonra onları əyləncəyə aparıb. Evə dönüb və nahardan xeyli vaxt keçsə də gəlinin uşaqlara yemək verməməsinə əsəbləşib. Qonaq otağında oturan Banu, bu evdə bir kişi yoxdur ki, məni başa düşsün. Mən də gəzmək istəyirəm, kefim istəsə gəzəcəm, gedəcəm deyib. Heç kəsdən asılı olmayacağını deyərək ona özünə hörmət etməsini söyləyib. Bu sözlərdən sonra qaynata İdris Məhərrəmov gəlinini öldürməyə qəti qərar verdiyini bildirir. Hərçənd o ifadəsində qeyd edir ki, onun gəlini öldürmək fikri bu hadisədən bir gün əvvəl, yanvarın 25-i az əvvəl dediyimiz hadisə və bu hadisədən əlavə də daha bir hadisə ilə bağlıdır. Yəni, həmin axşam hadisədən bir gün əvvəl gəlini deyib ki, uşaqları da ver, mən gedirəm, işim var, qayıdacam. Qaynatası da deyib ki, bu saatda getmək olmaz. Gəlin isə bildirib ki, sən mənim işlərimə qarışa bilməzsən. Mən dul qadınam, özüm bilərəm. Bunu deyib gəlin evdən çıxıb. İdris isə həmin axşam qərara gəlib ki, gəlini öldürsün. Amma o qeyd edir ki, gəlini ondan canlı, qüvvətli olub. Əgər onu öldürəcəyimi bilsəydi, o məni yıxardı, hətta boğardı da. Gecədən beynində məşum ölüm planı gəzdirən İdris ayın 26-sı, yəni həmin səhər qərarını verir. Uşaqları əyləncədən gətirdikdən sonra nahar vaxtı həmin qərarı həyata keçirməyi düşünür. Verilişin bu hissəsindən sonrasına həssas insanların baxması məsləhət deyil. Belə ki, İdris Məhərrəmov əvvəlcə öz telefonunu nəvələrinə verərək onları digər otaqda sobanın kənarında otuzdurur. Uşaqlar telefona baxdıqları müddətdə İdris aşağı düşərək özü ilə çəkic götürür. Həyətə çıxaraq masanın üstündən gətirdiyi çəkici götürüb evə qalxır. Nəvələri yatdıqları otaqda telefonla oynayır, qapı isə örtülü olur. Gəlinin otağına keçərək əlində çəkiclə Banuya yaxınlaşır və əvvəlcə çəkici arxasında gizləyir, gəlindən soruşur ki, uşaqlara niyə yemək vermir? Gəlin isə onun üzünə baxmayaraq ona yenə də acı cavab verir. Bu zaman o, iki əli ilə tutduğu çəkici var gücü ilə qadının başının arxa hissəsindən möhkəm zərbə vurur və davamında daha bir zərbə endirir. Zərbələrin təsirindən Banu yerə yıxılır. O nə üçün vurduğunu soruşduqda cavabında ailələrini dağıtdığını və onu biabır etdiyini deyir. Çəkici yerə atır, qollarından tutub sürüyərək gəlini qonaq otağına aparır. Oradan isə pilləkənlərlə həyətə çıxardır. Dəhşət isə bundan sonra başlayır. Mətbəx bıçağını götürərək qarajın qarşısında onu arxası üstə yerə uzadır və qarnına 6-7 dəfə zərbə endirir. İdris Məhərrəmov bugünə qədər eşitdiyiniz ən dəhşətli əməliyyatlardan birinə başlayır. Bıçaqla gəlinin sağ qolunu çiyin hissəsindən kəsib ayırır. Zirzəmidən 5 ədəd torba götürüb meyidin yanına gəlir. Cəsədi belə vəziyyətdə apara bilməyəcəyini anlayaraq qarın boşluğunu bıçaqla yarır, hissələrə bölür. Onurğanı bıçaqla kəsə bilmədiyindən zirzəmidən kiçik baltanı götürür. Bədənini ortadan 2 hissəyə ayırır. Daha sonra bədənlə baş birlikdə salafana yerləşmədiyi üçün bıçaqla meyidin boğaz hissəsini kəsir və balta ilə vurub başı bədənindən ayırır. O, bu əməliyyatı həyata keçirdiyi müddətdə arabir yuxarı qalxır, otaqda cizgi filminə baxan uşaqlara baxır və yenidən qayıdıb gəlinini doğramağa davam edir. Ardınca hər iki ayağını kəsib qoparır və qollarla birlikdə kisəyə qoyur. Meyidin baş hissəsini görəndə isə yenidən əsəbləşdiyini deyir. Dedim ki, bu mənim dədəmin evini yıxdı. Daha sonra meyidin qulaqlarını kəsir. Əsəbinin keçmədiyi üçün daha sonra burnunu kəsir, gözlərini çıxardır və üzünün dərisini soyur. Polis bölməsinə gedəcəyi halda nəvələrinin evdən çıxıb bu mənzərəni görüb qorxacaqlarını düşünür. Arvadına zəng edir, təcili gəlib uşaqları aparmasını istəyir. Nəvələrini geyindirib 30 nömrəli məktəb istiqamətində hərəkət edir və məktəbin yanında uşaqları arvadına təhvil verir. Lakin törətdiyi əməl barədə arvadına heç nə demir.
Sonda çəkic, balta və bıçağı ayrıca salafana qoyaraq avtomobilin qabaq oturacağının ayaqaltı hissəsinə yerləşdirir. Gəlinin bədənini yığdığı 5 torbanı isə maşının yük yerinə yığır. Bütün bunlara təxminən 2-3 saat vaxt sərf olunur. Saat 20 radələrində maşınla İskəndərov küçəsi 30-36 ünvanında olan zibil qutularının yanına gəlir. Hər qutuya bir ədəd olmaq şərti ilə 5 torbanı zibil qutularına yerləşdirir. Həmçinin cinayət alətlərini də zibil qutusuna ataraq arvadı və nəvələrini götürmək üçün 6-cı mikrorayona üz tutur. Yolda arvadı gəlini onu görüb yenə dalaşacağını desə də birlikdə evə gəlirlər. Evə çatandan sonra arvadına artıq Banunun olmadığını, Banunu öldürdüyünü bildirir. Başqa heç kimə bu barədə məlumat vermir. Deyir ki, burada çox çalışırdı, indi getsin orada özünə kişi tapsın. Məhkəmə iclasında İdris Məhərrəmov ittiham üzrə özünü təqsirli bilir. Məhkəmə hesab edir ki, İbtidai İstintaq orqanı tərəfindən İdris Məhərrəmovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə, həmçinin 245-ci maddəsi, qəbir və ya meyit üzərində təhqir edici hərəkətlər maddələri ilə düzgün tövsif olunub. O, həmin maddələrlə təqsirli bilinməli və cəzalandırılmalıdır. 2021-ci il oktyabrın 20-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İdris Məhərrəmov cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilir.